Salam əziz izləyicilərim. Bugün mən çay dəmlənənə kimi 5 dəqiqədə hazırlaya biləcəyiniz peçeniye reseptini sizlərlə bölüşəcəm. Çox tatlı, çox sadə, amma o bir o qədər dadlı peçeniye reseptidir. Xəmir üçün bizə lazım olan ərzaqlar: 1 armudu stəkan duru yağ, 100 qram kərə yağı, 2 yumurta, 1 armudu stəkan şəkər tozu, vanil, qabartma, apardığı qədər un. Yaxşıca xəmiri yoğururuq. Xəmir bu hal alana kimi. Siz biraz yumuşaq da elə bilərsiniz. Mən çatırdaması üçün biraz xəmiri bərkələmişdim. Sonra isə şariklər formasında xəmirdən götürürəm. Götürüb biraz əzib qoyuram. Sonra isə içini oklava ilə biraz delirəm ki, ora cem qoyacağım. Həm görünüşü gözəl görsənsin, həm də ki, dadlı alınsın. Bu formada eləyib mən cemdən istifadə elədim. Siz şokolad da qoya bilərsiniz, başqa nə istəsəz qoya bilərsiniz. Zövqə aiddir. Bu formada eləyib 180 dərəcədə 15-20 dəqiqə bişirdim. İnanın çox dadlı, amma çox asan peçenyeler alınır. Siz də bu formada eləyib nuş eləyə bilərsiniz. Hələ də kanalıma abunə olmamışsınızsa, videomu bəyənib kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Hələlik.